maraqlı və yada qalan bir gün oldu. İngilis dil hazırlıq müəllimimiz qrupumuzla birlikdə bizi bidatçılıq mərkəzinə apardı. Bu gəzintinin əsas məqsədi heyvanlara olan sevgimizi gücləndirmək və bu sevgini ingilis dilində ifadə etməyi öyrənmək idi. Müəllimimiz bizə hazırlığı öyrətdiyi ifadələri, sözləri və cümlələri burada təbiəti qoyuna gəzinti zamanı təkrarlatdı. Bu da dərsi daha maraqlı və yada qalın etdi. Əvvəlcə biz ata bildik. Atların belində gəzərkən həm həyəcanlı, həm də çox xoşbəxt idik. Bəzi dostlarımız ilk dəfə ata bilirdilər. İlk dəfə olmasına baxmayaraq çox cəsarətli idilər və onların üzlərindəki sevinç hər kəsin diqqət çəkirdi. Atçılıq mərkəzində atlar çox sağlam və güclü, gözəldilər. Burada atların xüsusi qayğı göstərilir. Onlara yaxşı qulluq edilir. Biz bunu öz gözlərimizlə görürdük. Uzansak sonsuza. Şu dünyadaki en olgun kişi acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en üstün kişi insanı sevendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa. At gəzintisindən sonra biraz istirahət etdik. Birlikdə nahar etdik, oyunlar oynadık. Gülüş və şənlik içində vaxtımız necə keçdi hiss etmədik. Bu gəzinti bizə təkcə əyləncə yox, həm də dostluğu, birlikdə vaxt keçirməyin gözəlliyini yaşatdı. Sonra isə mənim dostlarım Şunay, Azər, Roman, Raul, Ömər və Firdovsun adına sevimli müəlliməmizə böyük təşəkkür bildirdik. O yalnız dərslərdə bizi yeni biliklər öyrətmir, həm də belə maraqlı gəzintilər bizə asudə vaxtlarımız sərbəli və yada qalan şəkildə keçirməyi öyrədir. Biz çox şanslıyıq ki, belə müəlliməmiz var. Bugün biz həm öyrəndik, həm də əyləndik. Mənə görə bugün bizim həyatımızın ən gözəl günlərindən biri idi. Hələlik dostlar, səhifəmi bəyənməyi unutmayın.